Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə o bu əvəzliyindən sonra verginin qoyulması ilə bağlı müxtəlif məqamlara baxmış olacağıq. Vaxt itirmədən keçək izaha. O bu əvəzliklərindən sonra verginin işlədilməsi ilə bağlı məqamlar. Bax, o bu əvəzlikləri ismin yerində işlənib, yəni mübtəda olub, kim, nə suallarından birinə cavab verdikdə, onlardan sonra isim, sifət, say, feili sifət, zərf, modal sözlər, nida, xitab işlənərsə, vergül qoyulur. Gəlin yazdığım nümunəyə baxaq. Bu, dostumun evidir. Bax, birinci nəyə baxırıq? O, bu əvəzliyi kim və yaxud da nə sualına cavab verməlidir? Yəni, mübtəda olmalıdır. Müvafiq olaraq, kim, nə sualı. Demək, burada bu mübtəda olmalıdır ki, birinci olaraq nəyə baxırıq? Mübtəda olmağına. Dostumun evidir. Xəbər. Nə? Bu. Aha. İndi burada gözləyirəm. Tələsmədən baxaq. Elə mübtəda olan kimi vergül qoymursunuz, ha? Mübtəda olandan sonra vergülün sağına baxın. Görün nə gəlib? Dost ismi gəlib. Dedik ki, isim, sifət, say, feili sifət, zərf, modal söz, nida, xitab gələrsə, vergül ola bilər. Bu oldu ikinci qaydamız. Onda rahatçılıqla burada vergül qoya bilərik. Aydındır. Baxaq digər məqama. Məsələn, o maraqlı kitablar oxuyur. Nə edir? Oxuyur. Kim? O. Necə kitab? Maraqlı kitab. Sifətdir və təyin rolunda çıxış elədi. Ən əsası sifətdirsə, o'dan sonra vergül qoya bilərik. Sadəcə iki məqama baxırıq. Birinci, mübtəda rolunda çıxış eləməyinə baxırıq. Baxdıq. Sonra vergüldən sonra gələn sözə baxırıq. Sifətdir, vergül qoya bilərik. Vəssalam, bu qədər sadə. Bu, beşincilərin masasıdır. Bu, mübtədadır. Beşinci, saydır. Vergül ola bilər. Danışanlar feili sifətdir. Burada da vergül olacaq. Çünki burada o, mübtəda rolunda çıxış eləyib. Sabah, zərf. Əlbəttə modal söz. Burada da xitab gəlib. Bax, bu ayanar. Axı mən dediklərim deyil. Burada ayanar. Xitabdır. Xitab da eləyirik ki, cümlənin ortasında gələndə sağında və solunda vergül qoyulur. Cümlənin əvvəlində gələndə xitabdan sonra vergül qoyulur. Cümlənin sonunda gələndə isə özündən əvvəl vergül qoyulacaq. Baxaq digər məqama. O bu əvəzlikləri ismin yerində işlənib. Kim, nə suallarından birinə cavab verdikdə, onlardan sonra əvəzlik, feil, feili sifət istisnadır və köməkçi nitq hissələri, modal söz, nida burada istisna olacaq. İşlənərsə, vergül qoyulmur. O, hətta cavabları da əzbərləmişdi. Köhnə qayda ilə baxaq. Nə etmişdi? Əzbərləmişdi. Kim? O. Aha, gözləyirik. O, burada mübtəda rolunda çıxış elədi. Amma ikinci qaydamız nə idi? O'dan sonra, demək, əvəzlikdən sonra gələn sözə baxırıq ikinci məqamda. Hətta gəlib. Hətta burada nədir? Köməkçi nitq hissəsidir. Ona görə də vergül olmaz. O, bu əvəzlikləri, sifəti əvəz edib, təyin rolunda olarsa, onlardan sonra isim gəlsə, sifət gəlsə, fərqi yoxdur. Vergül qoyulmaz. İstir, nə bilim, zərf gəlsin, say gəlsin, yenə vergül olmaz. Baxaq, məsələn, o ağac bu il bar verməlidir. Hansı ağac? O ağac. Görsən, burada o təyin rolunda çıxış elədi. Nə ağac? Hansı ağac? O ağac. Təyin rolunda çıxış eləyəndən sonra, heç o'dan sonra gələn isimdir, sifətdir, nə bilim, zərfdir, feildir. Baxmazsan, təyin oldu, vergül olmaz. Vəssalam. Bəzi hallarda cümlədəki yerinə görə o və bu əvəzliklərindən sonra vergüldən istifadə edilə bilər. Edilməyə də bilər. Baxaq hansı məqamda. Yəni, o bu əvəzlikləri mübtəda olarsa vergül qoyulacaq, təyin olarsa vergül qoyulmayacaq. Yəni, iki məqamda düşünülə bilər. O bu əvəzlikləri ya həm təyin kimi düşünüləcək, həm də mübtəda kimi düşünüləcək. Baxaq, həmin əvəzliklər sifəti əvəz etmiş olarsa, yəni təyin olarsa, ondan sonra vergül qoyulmaz. İsmi əvəz edərsə, vergül qoyulmalıdır. Baxaq, yəni bir məqamda təyin kimi çıxış eləyəcək, bir məqamda mübtəda kimi çıxış eləyəcək. Məsələn, o dostunu çağırdı. Nə etdi? Çağırdı. Kim? O. O burada mübtədadır. O'dan sonra dost ismi gəlib, könül rahatçılığı ilə vergül qoyacağıq. Baxaq digər məqama. O dostunu çağırdı. Nə etdi? Çağırdı. Hansı dostunu işarə məzmunu bildirir və təyin olur. Kimi dostunu, hansı dostunu, o dostunu işarə məzmunu bildirdi, təyin oldu. Təyindirsə, heç burada dost isminə də baxmışsan, heç nəyə baxmadan burada vergülü qoymarıq. Vəssalam. Bəzən o bu əvəzliklərindən sonra əvəzlik gəlsə də vergül qoyula bilər. Bu hansı məqamda olacaq? O zaman baş verir ki, o bu əvəzliklərindən sonra gələn söz ya əlavə kimi işlənsin, ya da həmcinslik yaratsın.
Yoldaşlar, bu məqamı diqqətə çatdırım ki, bu qeydlərin hər biri mənim qayda kitabımdandır. 115 vərəqdən ibarətdir. Demək olar ki, bütün mövzularla bağlı ən xırda detallarına qədər hər biri kitabda əksini tapıb. PDF şəklində təqdim edirəm. Qiyməti 15 manatdır. Nömrə ilə də əlaqə saxlaya bilərsiniz. 652 48 üzr istəyirəm 652 48 15 yazarsınız. PDF-ini göndərirəm, çıxartdırıb rahat şəkildə oxuyarsınız. Sizi əmin edirəm ki, bu kitab sizi yenilməz eləyəcək. Baxaq indi nümunələrə. Bu, yəni bizim dostumuz hamını yaxşı tanıyır. Demək, vergüldən sonra yəni bağlayıcısını artırıram. Demək, bizim dostumuz əlavə olacaq. Əlavədirsə, buradan sonra rahat şəkildə biz vergül işlədə bilərik. Cümləni təkrar oxuyuram. Bu, yəni bizim dostumuz hamını yaxşı tanıyır. Rahat şəkildə vergül qoyacaq. Burada biz əvəzliyi gəlsə belə. Burada da yazmışam. Göründüyü kimi cümlədə bizim dostumuz ismi birləşməsi bu əvəzliyinin əlavəsidir. Ona görə də əvəzlikdən sonra vergül qoymaq olar. O, mən tapşıqları həvəslə etdik. Nə etdik? Həvəslə etdik. Həvəslə etdik mürəkkəb feildir. Et ol bilqil demək hissəciklərinin, ünsürlərinin köməyi ilə yaranıbsa, olacaq mürəkkəb feil və bu mürəkkəb sözdür. Necə ki, dəvə-dabanı sözünə biz dəvə-dabanı sözünə biz mürəkkəb isim demirik. Burada da həvəslə etdik mürəkkəb feil olacaq və sən burada nümunədə dəvə ismi işlənib, nə bilim, daban ismi işlənib deyə bilmirsən də, parçalamırsan. Həvəslə etdik də onun kimidir, parçalanmaz. Bu məqamda yadda saxlayarsınız. Burada o və mən oldu həmcis mübtədələr.